Salam millət, bugün kimələr bölməsini izah edirəm. Haydi başlayaq. Demək, burada təklif sualı daxildir, daxil deyil elementlər verilib. Baxın, bir tək element olaraq A-ya daxildir. Bu düzdür. 3-ü amma daxil eləsin, bu ikinci mötərizəsi var ha. Bunu belə mötərizələrinə verməli idi parantez içində. Bunu düz verməyib. 3-də deyir, 4 daxil deyil A-ya, düz deyir. Niyə? İndi uşaqlardan bəzi deyir ki, ay müəllim, mən burada 4-ü görürəm. Axı 4-ü görürük, amma 4 və 5-i bir yerdə görürük. 4-ü biz tək görmürük. Ona görə bu düzdür. Dördüncüdə də deyir ki, 4-5, baxın özü mötərizədə yazıb, daxil daya, bu da düzdür. Demək, düzgün olanlar 1, 3, 4, Y variantı. 2-də, burada təkcə sayı göstərmək istəyir. 1 element, 2 element, bu özü bütövlükdə 1 elementdir. 3, 4 element, bundan da bir də 5 element. Bunlara fikir verək. Burada nə deyir? 8 ilə 93-ün arasında 3-ə bölünən ədədlər. Yəni başlayaq, hardan gəlir? 9, 12, 15, belə gedir. Məlum məsələ 90-da bitəcək. Çünki 93-ün özünü götürə bilmirik. Bu sırada neçə dənə ədəd olduğunu tapmaq üçün axırıncı ədəddən çıxırıq birinci dayananı, bölürük aradakı fərqə. Bunlar neçə gedir? 3 addım, 3 addım, düzdürmü? Silsilə düsturundan gəlir. Üstə gəlsin 1. 90-dan 3 çıxırıq. Belə də bölə bilərik. 30 çıxılsın 3, 27. Üstə də 1 gələndə 28 dənə bu sırada element var. Sonracığıma 4-cü sualda. Bunu da modul kimi görək. Baxın, belə bir modul tənlif verir. Modul tənlifləri necə bərabərsizləri həll edirdik? Hansı ədəddən kiçik olanda həmin ədədin bir mənfisin, bir müsbətin götürüb 2 qat bərabərsi yazırdıq. Hər tərəfin üzərinə 3 gəlirik. 0 kiçikdir x, kiçik bərabərdir 6. 0-6 arasında da 6 dənə element var. B variantı. Sonra bir də buna fikir verin. Y sistemdə x daxildir n deməyi, n özü normal 0-dan başlayır. Və onu gedib səhvini eləməyin. Amma n plus deyəndə bu 1-dən başlayır. Tamam mı? Bu ikisi fərqli şeylərdir. Bizim dim sistemi ilə qarışmasın. 5-ci sualda A, B elementləri verilib. İndi bizə deyir ki, B küməsinin element sayısı kaçdır? İndi cəmi 8 olan buradan nə götürmək olar? Yəni deyir, x-i də A-dan seç, y-i də A-dan seç. Onda cəmi 8 olması üçün y-ə nə yaza bilərik biz buradan? B küməsi. B küməsi bunların cəmi 8 olandır. Cəmi 8 nə götürə bilərsən? 0, 8. Bu elementlərdən yığmalısan da, yəni onu demək istəyirəm. Sonra 2 ilə 6-nı götürə bilərsən. Başqa bir şey, cəmi 8 olan heç nə görmürəm orada. 4, 4 götürmək olar. Məsələn, x-i də 4 götürərəm, y-i də 4 götürərəm. Bir də bunların yəqin ki, yer dəyişməsi olacaq 8-0 formasında və 6-2 formasında. Bir də 4 ilə 4-ün eynidir. Yer dəyişməyə ehtiyac yoxdur. Buradan da 5 dənə versiya çıxır. Sonra burada köklə modulun cəmi, daha doğrusu kök 6-nın cəmi 0 olanda bunları ayrı-ayrı 0-a bərabər edirik. X plus 3 bərabər 0, x çıxır mənfi 3. X minus 2 bərabər 0, x də bərabərdir 2. Bizə də nə lazımdır? Köklərin sayı, yəni mənfi 3-dən 2 olan C variantı. Sonra 7-də. Kaç tane alt küməsi vardır? Birinci burada neçədən element görürük? 4 dənə element var. 2 üstü 4 ilə hesablanır. O da olur 16. D variantı. 8-də. Aşağıdakı göstərilən hansı doğrudur? 2 bura daxildirmi? A-nın alt çoxluğudur. İndi gəlin belə bir şeydir uşaqlar. Daxildirlə alt çoxluğun fərqi nədir? Əgər mən buradan 1-i desəydim, 1 daxildir, A deyə bilirəm. Amma alt çoxluq deyəndə 1-i gərək özün bir mötərizədə göstərim. Amma bunu özü, qoy bunu silməyim, burada qalsın. Bu 2-ni özü bir fiqurunu mötərizədə veribsə, bir dənə yanına da belə bir mötərizə verməlidir. Onun mötərizəsi yoxdur deyə alt çoxluq kimi yox, element kimi seçilir. Bu düz deyil. Boş çoxluq, boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Bunu özü götürüb baxın, burada boşdur, amma bu fiqurunu mötərizə ilə verib, bu düz. Üçüncü də deyir ki, boş çoxluq daxildir A-ya. Bəli, boş çoxluq element olaraq A-ya daxildir. Yəni, bunu bayaq demək istəyirdim. Element olanda yanına mötərizə parantez qoymasın, amma alt kümədən söhbət gedirsə, bu parantezi bir zəhmət yazsın. 2 ilə 3 baxın, bu özü bir elementdir. Bunun özünün bir ikinci, necə deyim, parantezə ehtiyacı yoxdur daxildir üçün. Bunu düzdür. A-nın içində 5 dənə element var. Bir dənə gəl sayaq görək neçədən. 2, 4, 5 dənə element var. Düz deyir. Bu da düzdür. Demək, hansılar düzdür? 2, 3, 4, 5. Bir dənə 1 düz deyil. D variantı. Sonra 9-cu sualımızda görək nə deyir.
Belə elementlər göstərilib. İndi yenə baxaq. 1 ilə 2-ni uşaqlar element olaraq mən götürürəmsə, bunların mötərizəyə ehtiyacı yox idi. Bu səhvdir. Bax, bu düzdür. 1, 2-ni, bu da düz deyil əslində. 1, 2 deyilən bizim bir cütümüz yoxdur. Axı 1 ilə 2 cüt deyil, ayrı-ayrıdır. 2, 3-ü cüt kimi götürüb ardından 2 dənə parantez qoysaydı düz olardı. Bu səhvdir. Sonra A-nın içində 5 dənə element var. Baxım 3, 4, 5, 6. Bu səhvdə 6 elementimiz var. Bax bu da səhvdir. Niyə? 2, 3 özü bir cütdür. Mən alt çoxluqdan söhbət edirəmsə bir dənə də bunun parantezə ehtiyacı var. Axı yazmayıb. Burada nə yazıb? Biri tək element olaraq bir də parantezli biri götürüb ikinci mötərizəsində qoyub sağ olsun. Deyir ki, daxildir A-ya. Bunlar daxildirmi? Bəli, bunlar daxildir. A-nın içindədirlər. Sonra 10-cu sual. Bu əvvəllərində heç hesablama yoxdur. Daxildir, daxil deyil şərtlərdir. A, K, B şartını ödəyən. Bu K nədirsə A ilə B-nin ortasında bir şeydir. Deyir, neçə dənə fərqli qiymət yaza bilərsən. Məlum məsələ K-nın içində nələr ola bilər uşaqlar? 1 ilə 2 var, düzdürmü? Sonra əgər A K-nın içindədirsə, burada 3 də var, 4 də var, 5 də var, 6 da var. Çox güman ki, bu K da B-nin içində olsun deyə bir dənə elementi orada artıq saxlayıram. İndi kaç farklı K küməsi yaza bilər? Neçə dənə fərqli K küməsi yaza bilərik buradan? Alt çoxluqların sayı deməkdir də. 6 dənə element var deyə 2 üstə 6 ilə gedirik, olur 64. E variant. Sonra indi gəldik əsas məsələ, birləşmə kəsişmələrimizə. Kəsişmədə ancaq eyniləri götürürük. Baxın, 3 və 4 burada eynidir. Bir də 6-mız eynidir. Yəni 3 dənə element. 3, 4, 6. D variantı. Burada nədir? Mənfi 3 ilə 2-nin arasındakı ədədlər nələrdir? Bir düzək. Mənfi 2, mənfi 1, 0, 1. Mənfi 4 ilə də 4-ün arasında nə var? Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Kəsişmədə nələr götürürük? Ancaq eyniləri. Mənfi 2, 0, 1. Bax bunları. O da olur. Mənfi 2, bir saniyə. Şərtə də fikir ver. Aşağıda en yazmağı onu göstərir ki, bu naturalları götürə bilərsən sən ancaq. Buna fikir verək. Bunun natural olduğu 0, 1, 0, 1'dir. Yuxarı ilə eyni. 0, 1 olan versiyamızda Y variantıdır. Sonra 13'ə baxaq. A-da mənfi 4, 5. Kəsişməni ədəd oxunda göstərsək daha yaxşı olar. Gəlin ədəd oxumuzu çəkək. Mənfi 4-dən 5-ə qədər bir aralıq var. 5-i alır. Bir də mənfi 2-dən bunu da alır. 7-yə qədər bir aralığımız var. Buradan məlum məsələ mərkəzi kəsişmə hissəsi mənfi 2 ilə 5-in arası olur. O da hər ikisi daxil D variantı. Keçək 14-cü sualımıza. Burada modul bərabərsizliyi həll edəndə, əgər hansı ədəddən kiçiksə, həmin modulun için köçürdürük və bu dediyimiz ədədin həm mənfisini, həm müsbətin 2 qat bərabərsizliyi kimi yazırıq. Bunu da həll eləmək üçün bütün sıranın üstünə 2 gəlirəm. Olur mənfi 1 kiçik bərabər x kiçik bərabər 5. Bu birincinin həlli. Bir də buradan bu ikincini həll eləyək. Modul hansı ədəddən böyük olanda nə deyirdik? Həmin ədədin müsbətindən böyük, mənfisindən kiçik olmalıdır. Və biz bunu sonda birləşmə ilə götürürük. Yəni, x böyükdür 1, x kiçikdir mənfi 5. Aralıq olaraq da götürsək, mənfi sonsuzluqdan mənfi 5-ə qədər birləşmək, birdən müsbət sonsuzluğa qədər. İndi bu aldığımız 2 dənə aralığı sonda kəsişdirmək lazımdır. Çünki bizdən kəsişmə istəyir. Gəlin ədəd oxu çəkək və bunları kəsişdirək. Demək, birinci deyir ki, mənfi 1-dən 5-ə qədər olsun. Mənfi 1 burada, 5 burada. Və hər ikisinin içi də daxildir. İkinci deyir ki, isə mənfi 5-dən 1-ə qədər olsun. Yuxarıdakı mənfi 1-5 aralığını tam alır. İkinci isə mənfi 5-dən mənfi sonsuzluğa qədər, 1-dən də müsbət sonsuzluğa qədər. Fikir verin, mavi hissə ilə qırmızı hissənin kəsişdiyi yer ancaq 1-5 aralıqdır. O zaman bizim yekun nəticəmiz 1-i almır, amma 5-i alır. Elə bir cavab götürək ki, 1-i almasın, 5-i alsın. O da harda olur? Baxın, D variantında. A-da da eyni şey verib. Amma fikir verin, altında xət var. Biz 1-i alsın demədik axı, 5-i alsın dedik. Ona görə bu variant. Keçək 15-ə. 15-də də yenə hansı ədəddən kiçik olanda ortaya yazırdıq. 2 qat bərabərsizlik kimi. Bir tərəfinə mənfi 7, bir tərəfinə müsbət 7. Aşağıdakı da eyni məntiqlə y-2 kiçik bərabər 1, kiçik bərabər mənfi 1.
Ayrı-ayrı həll edirik. Yuxarıdakı olur 2x, hər tərəfdən 1 çıxıram 6, -8. Aşağıdakının da hər tərəfin üstünə 2 gəlirik, y3. Bunu da təzədən 2-yə bölsəm, -4, x, 3 aralığı. Deməli, x-imiz -4-dür, y-imiz də -1, 3. Yenə kəsişməni istəyir. Gəlin ədəd oxunda çəkəyi göstərək. Birincisi -4-dən 3-ə qədər deyir. -4-dən 3-ə qədər. İkincisi isə -1-dən, -1 daha sağdadır. -1-dən 3-ə qədər. Fikir verək, kəsişmə yenə hara gəldi düşdü? -1-dən 3-ə qədər bizim kəsişmə yekun cavabdır. Bu aralıqdakı qiymətlərin sayını istəyir. Neçə dənə qiymət olur? -1-dən 0-a 2 dənə, 3, 5 dənə. 5 dənə aralıqda tam ədəd var. D variantı. Çünki burada da tam ədədlərdən danışırdı. 16-cı sualda hansı yanlışdır? B ilə C-nin kəsişməsi 6-7-dir. Gəlin baxaq. B ilə C-nin kəsişməsi bu hissədə 6-7. Bu düzdür. Burada bir yanlışlıq yoxdur. B variantı deyir ki, bunun üçünün kəsişməsi. Üçünün kəsişməsi, baxın burada ABC mərkəz 6. Bu da düzdür. Burada bir problem yoxdur. C'də deyir ki, A ilə B-nin birləşməsində 7 dənə element var. A ilə B-nin birləşməsi budur. 1, 2, 3, 4, 5, 6, 7. Düz deyir. 7 dənə element var. Bunda da bir səhv görmədik. Sonra D variantı da deyir A ilə C-nin kəsişməsi. Gəlin baxaq. A ilə C-nin kəsişməsi bu təkcə 5 götürüb. Amma bizdə həm 5, həm 6 var axı. Ona görə elə səhv variant baxın buradadır. Yeni də yoxlayaq. A ilə B-ni kəsişdirəndə və onu da C ilə kəsişdirəndə təzədən 6 olur. Burada bir problem yoxdur. Səhvimiz D-də. 17 ilə davam eləyək. Burada nə deyir? Elementlər verib adi bir-bir kəsişdirməkdir. Birinci B ilə C-ni, bunun bir qaydası var uşaqlar. Əgər C elementi bizdə yoxdursa, bu əmsalda verilən birləşmə paylama xassəsi kimi bu bundan birləşə bilir. Yəni A ilə B birləşir, sonra kəsişmə işarəsi ortada. A ilə də C-ni birləşdirirsən. Bax, belə bu qayda ilə yaza bilirik. Onda A ilə B-nin birləşməsinin yerini gətirib 1, 3, 5, 7, 9 yazırıq. 1, 3, 5, 7, 9. Kəsişdirmək lazımdır A ilə C-nin birləşməsi. Yəni 3, 4, 5, 6, 8. Kəsişmədə də eyniləri götürürük deyə 3, 5. 3, 5. Başqa bir şeyimiz yoxdur. Olur 3, 5. O da B variantı. Sonra gəldik bunlara. Bu enli olanlar Euler-Venndən çox qəşəng, çox net alınır. Bir dənə burada xahiş edirəm yerlərinə fikir verin, qarışdırmarsınız. Uzun məsələlər də bundan gedir. Mərkəzə həmişə A kəsişmə B yazırıq. Sol tərəfə A çıxılsın B. Sağ tərəfə də B çıxılsın A. Bu yerləri fikir versə səhv eləmərsiniz. İndi gəlin bu formada təzədən Euler-Venimizi çəkək. Qarışmasına yuxarıdakı qayda ilə. Demək, bu A-dır, bu B-dir. Həmişə birinci çalışın kəsişməni. Mərkəzi yazasınız 8 dənə element. A-nın içində ümumi 14 dənə element varsa, onda A-nın kənarına 6 dənə element qalır çatışmayan. Çünki bu ikisi toplanır, 14 elementi versin deyə. B-nin də içində 19 element varsa, 19-dan da 8-ini çıxırıq. B-nin də kənarında 11 var. Baxın, bu ikisi də toplanır, 19-u verir. İndi bizə deyir ki, bunun birləşməsini götür. Yəni, bu ədədlərin üçünü də toplayırsan. 19-un da üstünə 6 gəlirik, olur 25. Yəni, C variantı. Sonra 19 da bunun kimidir. Amma burada fikir verin işarəti. A, B-nin alt çoxluğudur. Yəni, A küməsi B küməsinin içindədir. Bu B daha böyükdür. A içəridə olan bir şeydir. A-nı da bu formada göstərik. İndi A-nın içində 5 element varsa, 5-i də A-nın içində yazdır. B-nin içində ümumi 12 element o deməkdir ki, 7 dənəsi də kənardadır. İndi A ilə B-nin birləşməsi, ümumi bunların hamısını götürəndə yenə 12 element olur. C variantı. Şəkil çəkmək daha qəşəng Euler-Venn diaqramı ilə. 20-ci sualımıza gələk. A ilə B-nin kəsişməsində mərkəzdə bir element yoxdur. Çəkərik inşallah, neysə. Dəqiq olmağına gərək yoxdur. Onda bura boşdur, bura bir şey yazmırıq. A-ya 8, B-yə 5 element varsa, ümumilikdə 13 element olur. E variantı. İndi gəldik tənlik kimi olanlarına. Bunların tənliklərini yazaq. Demək, bu A olsun, bu B olsun. Mərkəzdə x-dırsa yenə. A-nın içində ümumilikdə 2x çıxılsın bir ədəd varsa, bu mərkəzdəkini ayırın ki, A-nın qırağına yaza bilim. 2x çıx 1-dən x-ini ayırıram, qalır x çıxılsın 1. Baxın, bu A-nın kənarıdır.
B'nin də içində ümumilikdə 8 çıxılsın x-dan 1 x-in ayırırıq. Olur 8 çıxılsın 2x. Bu da B'nin kənarı. Hər birini yazandan sonra bizə deyir ki, birləşməni tap. Birləşmə də nə idi? Bunların toplanması. Onda yazırıq x çıxılsın 1 üstə gəlsin x üstə gəlsin 8 minus 2x. Mənfi x ilə müsbət x gedər. 8-dən də 1 çıxırıq, olur 7 dənə. D variantı. Sonra 22-də yenə bunların 3 dənəsin ayrı-ayrıcalıqda kəsişdirməyə ehtiyacı varmı ki, A birləşmə, B birləşmə C-ni istəyir. Eylervəni çəksək elə bil daha yaxşı olacaq. Bunu biraz yuxarıya qaldırım. Bu A olsun. Məsələn, fərqli-fərqli rənglərlə yazaq. Bu B olsun. Bu da C olsun. Bayrağımızın da rəngləri. A buradadır. B burada. C də burada. Sonra nə deyir? A, B, C kəsişməsi 6-dır. Bu üçünün kəsişməsi, fikir verin, bu mərkəzi yazılır. Burada 6 dənə element var. Sonra deyir ki, A ilə B-nin kəsişməsi, A ilə C. Bu x olarsa x nədir? Onda kənarlara mən məcbur x, y, z deyəcəm. Aləm qarışmasın bir-birinə. Məsələn, A ilə B-nin kəsişməsi ortaq. Bu hissədir, düzdür. Məsələn, gəlin bura bir A yazım. A ilə C-nin kəsişməsi bu hissədir. Bura y yazmayaq, B yazaq qarışmasın o x, y, z məsələsinə görə. Bura olsun B. B ilə də C-nin kəsişməsi, fikir verək. Sorry. A ilə C-nin kəsişməsi A burada, C də burada. Bunun kəsişməsi bu hissədir, burada. Onda mən 6-nın aşağısına gətirib y yazmalıyam. Bunu da hətta adlandırım, bu A-dır, bu B-dir, yeni y deyirəm. Demək istəyirəm sanki B. Düzəldək. Burası B. Bu hissəsi C olsun. B ilə də C-nin kəsişməsi, baxın bu hissədir, görürsünüz? Burada gətirib C-ni yerləşdirək. İndi bizə nə lazım? Bunların da ümumi birləşməsində, kəsişməsində 6 elementi demişdik. A, B, C opşi toplayanda 18 element olur. Bu kənarlardakı elementləri də bilmirəm. Gəlin burada bir KLM deyək. Məsələn, bura olsun KLM. İndi A-nın içində olan A kəsişmə B. Buradan yuxarıdan nə görürük? A, B, C-nin cəmi bizə verib x. Bir də bu 18-dən istifadə edək. Bunların özləri. A-nın içində nə görürəm? A, B, 6 üstə gəlinsin K. Üstə gəlinsin. B-nin içində nə görürük? A, L, C. A, L, C üstə gəl 6. C-nin də içində B, 6, C üstə gəlsin M. Bunun cəmi 18-ə bərabərdir. Burada fikir verin. 18-in 3-dən 6 ilə silinməsi gedir. 6, 6, 6. Bu 18-i silir. Burada bizim əlimizdə nə yaranır? 2A üstə gəlsin 2B, üstə gəlsin 2C. Üstə gəl bir də K, L, M cəmi bərabərdir 0-a. Bir də misal deyir ki, bunların hamısının birləşməsi x-ə bərabərdir. Gəlin qıraqda bir birləşməni də yazım. Birləşmə bizə nəyi göstərir? K, A, B, 6, L, C, M. Bunun hamısının cəmin yerinə x yaza bilərsən. Onu da gətirək aşağıda. Buradan 2-ni ortaq vuruq çıxardaq. Qalsın A plus B plus C plus K, L, M. Bərabər 0. Burada ABC'nin yerinə x yazsaq, onda olur K, L, M cəmi bərabərdir mənfi 2x-a. Həmçinin burada da baxın K, L, M var axı. Bu KLM-nin yerinə gətirək mənfi 2x yazaq. Onda misalımız nə olur? ABC-nin də yerinə normal x. X, baxın A, B, C-miz də var. X çıxılsın 2x, üstə gəlsin 6 bərabərdir x-a. Soldan sağdan x-lar gedir. 2x bərabər 6-ya, sonda da qalır x bərabər 3. Səhv hesablamadıqsa bir dənə baxım təzədən. KLM-nin cəmi oldu mənfi 2x gətirdik yazdıq. ABC-yə də x yazdıq. Tamam. Bu birləşmə bərabər x. Yox, onda bu x istəmir. Başqa bir şey istəyir uşaqlar. Burada x-imizi 3 tapırıq. Növbətisinə keçək. 23-də. Birləşmə kəsişməni yenə eylervenimizdən göstərək. Demək, A burada, B burada. Əgər A, B-yə bərabərdir, uşaqlar, bunların kənar elementlər deyin olur. Mərkəzi 8 isə onda bunun qırağına x yaza bilərəm. Ümumilikdə 40 dənə element var.
toplayıb 40-a bərabər eləyək. 2x plus 8 bərabərdir 40-a. 2x bərabərdir 32-yə. X-imiz də olur 16. Bu bizdən B-nin için istəyir. Yəni bu hissəni x-in yerinə 16 qoyanda 16-nın üstünə 8 gələndə olar 24. B variantı. Sonra yenə diaqramımızı çəkək. A, B burada. Kəsişmə 3-dür. Deyir ki, A, B-dən 3 dəfə çoxdur. Bax, B-nin kənarını bilmirəm. Bura x yazsam, B-miz olur onda 3 plus x. A-mız bərabərdir nəyə? Bunun 3 qatına. 3 vurulsun 3 plus x. Bunu atsaq olar 9 plus 3x. Düzdürmü? A-nın ortasındakı bu 3'ü ayırsam 9 plus 3x-dan. Onda bunun sol tərəfinə qalır 6 plus 3x. Çünki cəmləyəndə 9 plus 3x-i verir. Və yekunda da bizə deyir ki, bunun birləşməsi 41-dir. Toplayaq hamısını 41-ə bərabər eləyək. 9 plus 3x üstə gəlsin x bərabərdir 41-ə. 4x bərabərdir 41-dən 9-u geçsin. 2, 32, x də olar 8. Bu da bizdən yenə B-nin için istəyir. X-in yenə gətirib 8 qoysaq, 8-in üçün cəmi olur 11. Y variantı. 25-inə keçid alaq. A-nın içində 5, küməsinin alt küməsinin sayı 8 olduğuna görə birinci bu cümlədən yola çıxaq. Alt kümələrin uşaqlar tapılma düsturu 2 üstü n-dir. 2 üstü n əgər 8-ə bərabərsə, deməli bizim n-imiz 3-dür. Bu da nə göstərir bizdən? A kəsişmə 1. Gətirib diaqramda mərkəzi 3 yazmaq lazımdır. Eylirveni çəksən. Bunu yazaq. A burada, B burada. Mərkəzi yazıq 3 element. İndi deyir ki, A, B-dən 5 dəfə çox olsun. Yenə B-nin kənarını bilmirəm, x yazıramsa, B-miz olur x plus 3. A-mız da bunun 5 qatı, 5 vurulsun x plus 3. Bunu da gedib açsaq. Olar 5x, üzərinə gəlinsin 15. Ortadakı 3'ü də ayırsam, A-nın soluna qalır 5x, üzərinə gəlinsin 12. Bir də bizə sağ olsun birləşməni də verib 51. Bu yekunu 51-ə bərabərləsək, 5x üstə 15 üstə gəlsin x bərabərdir 51-ə. 6x bərabərdir 6, 36. X-i tapırıq 6. Bizdən nə istəyir? A-nı istəyir. A-mızı da burada bayaq demişik axı 5x plus 15. X-i yenə 6 qoyuruq. 5 vur 6 üstə gəlsin 15. O da eləyər 45. Yəni B variantı. Sonra 26-ya keçək. Deyir, bunların kəsişməsi sıfırdan fərqlidir. Yəni hər hansı orada bir element var. 3 dənədimi, 5 dənədimi, yəni boş deyil. Maksimum bunların birləşməsi nə ola bilər? Bunların maksimum birləşməsi üçün ortaya gərək siz kəsişməyə minimum mədət verəsiniz. Yəni ən azı bura 1 verməliyəm bu maksimum söhbətində. Onda A-nın bir kənarına 6 qalır, B-nin bir kənarına 4. Yekun da toplayanda olacaq nə? 11 element. Yəni 11 elementi aşmaz, əgər mərkəzi element qoyuruqsa. Sonra yenə bu maksimum söhbətidir. A ilə B-nin birləşməsi 18-dirsə bizə demir də bunların kəsişməsi element var, yoxdur. Onda biz bunu boş qoya bilərik. A-nın içində bu 8 elementin hamısının bu dəfə kəsişməni maksimum istəyir. Kəsişməni maksimum istəyirsə, onda A-nın bütün elementləri mərkəzə yığılsın 8. Birləşmədə 18 element nə deməkdir? B-nin də bir kənarında 10 dənə element olsun. Onda bizim kəsişməmizdə nə olur? Maksimum 8 dənə element olur. A variantı. Biraz şifahi suallardır bunlar. 28-ə gələk. İndi gəlir 2-3 bərabərlik olan ifadələrdə biraz oran-orantı kimi danışacağıq burada. A-mız, B-miz var. İndi 6 filan şey, 2 filan şey, 3 filan şey. Gəlin bunların hamısını bir 6K-ya bərabər eləyək. Onda nə olur? A kəsişmə B bərabərdir bir dənə K-ya. Sorry. A bərabərdir 6-nı 2-yə bölürük 3K-ya. B-miz də bərabərdir 2K-ya. Gətirib yerləşdirək. Kəsişməyə K yazıram. B-nin içində obşi 2K elementi olması üçün kənarına K qalır. A-da da 3K olması üçün A-nın kənarına 2K qalır. İndi deyir ki, kəsişmənin üstünə birləşmə gəl. Kəsişməmiz mərkəzdəki K-dır. Yazıram K. Üstə gəlsin. Birləşmədə bunların cəmidir obşi. Eləyir 4K. Bərabərdirsə 50-yə. 5K-mız 50-dir. K-mız buradan çıxır 10. Bu da A-nın içindəkiləri istəyir. A-nın da içində 3K element var axı. A bərabərdir 3K, 3'ü də ona vurursan 30. Yəni sonda A-nın içində 30 element olur. 29'a baxaq. Belə bir aralıq verir və bizə yəqin ki tək olsun, bir də tam ədədlər olsun deyir.
C üçün gəlin bir aralıq yazaq. Onda kəsişmə də yəqin ki, bizə tək ədədlər lazımdır. C üçün 1, 3, 5, 7, 9 belə-belə gedir. A-nı da, B-ni də gəlin aralıq olaraq dəqiq bir şey götürək. A, mənfi kök altı 15 nə demək uşaqlar? Ümumiyyətlə kök altı 15 4-ə çox yaxındır da. 3 onda 9 götürmək olar. 3 onda 9-u 2-yə bölsək, bizdə nə yaranır? 1 tam nə qədərsə. Məsələn, 1 onda 5 nə qədərsə belə. Onda 1 onda 5 ilə təqribi mənfi 1 onda 5 ilə 3-cü dərəcədən 27-dən 3 çıxır. Bu aralıqdan da biz A-nın içindəki elementləri tam ədədləri tam saysaq, nə olar? Mənfi 1 onda 5-dən sağa doğru mənfi 1 var. 0, 1, 2, 3-ü götürürəm. Çünki daxil eləməyib mötərizəni. B-nin içində də mənfi kök altı 11 nəyə yaxındır? Nəyin kvadratına? 3-ün kvadratına. 3 tam nə qədərsə. Mənfi 3 onda 1 götürürəm məsələn təqribən. 4-cü dərəcədən 17-də 2 onda 1, 2 onda 2 belə bir şeydir. Bu da təqribən 2 onda 1 götürək. İndi buradakı tam ədədlərdə yenə düşsək, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. Mümkün versiyalarımız bu. İndi deyir ki, birinci A ilə B-ni birləşdir. Gəl birləşdirək. A ilə B-nin birləşməsində nəyi görürük? Mənfi 1, 0, 1, 2. Bir də mənfi 2, mənfi 3. Bütün elementləri bir dəfə götürürəm. Sonra deyir, həmin bu birləşdirdiyini kəsişdir. Bax, burada deyir, kəsişdir C ilə. Yəni, kəsişdirirəm 1, 3, 5, 7 burayla. Bunun kəsişməsində biz bir dənə nə görürük? Bircə dənə 1, 3 görürəm. Tək tam sayılar deyir. Mənfi 1 tək ədəd deyil axı. Biz təklikdən, cütlükdən danışanda normal müsbət ədədlərdən danışırıq. Burada bir dənə bunu ödəyəm 1-dir. Hə də 1-dir. Başqa bir şey ödəmir axı. Əgər C-ni mənfi ədədlər kimi də götürsək, məsələn, mənfi 1, mənfi 3, mənfi 5 desəm, onda mənfi 1, mənfi 3 də ödəyər. Yəni, bu versiyadan baxsaq, mənfi 1, mənfi 3, müsbət 1. 3 dənə element çıxır buradan. Müsbətləri ilə baxanda bir dənə element. Bir dənə element də olmadığına görə 3 element versiyasını götürürəm B variantı. 30-a gələk. Bax, bu da tam bir imtahan sualıdır. Buna ulduz qoyun 100% düşəcək bu. Nə iş görürük burada? Deyir ki, 3-ə bölünən ədədlər düz 50 ilə 160-ın arasında. Onda A-ya nə yazırıq? 51, 54, belə-belə gedir. 160-dan da əvvəl 3-ə bölünən nə var orada? 150, 3 getsə 153, 156, 159. 159-da bitir bu sıra. B-nin içində nələr var? 50-dən sonra gəlib 5-ə bölünən 50-nin özü daxildir. 50-ni götürürük, 55-i götürürük, nöqtə, 160-ı götürürük bir də. İndi bizə deyir, bunların birləşməsini tap. Onda mən birləşmənin düsturunu yazmalıyım uşaqlar. NA üstə gəlinsin NB, bu bir düsturdur. Çıxılsın bunların kəsişməsi. Elədimi? NA NB-ni tapmaq üçün necə eləyəcəm? NA o deməkdir ki, uşaqlar, A-ya bölünən ədədləri burada tap. Bunda düsturu var idi, yadınızdadırsa. N say bərabərdir. Axırıncı dayanan AN çıxılsın A1, bölünsün aradakı fərq D, neçə addım gedir. Üstə gəl 1, silsilə düsturundan çıxan bir şeydir. Onda axırıncı dayananımız 159, çıxılsın 51, ilk dayanandır. Bölünsün aradakı fərq 3 addım gedir. Üstə gəlsin 1. Hesablayaq görək bu sırada neçə dənə ədəd var imiş. 3 buradan 159-dan 51-i gedir 108. 108-i də 3-ə böləndə 36, uzatmayaq da, 36-nın üstünə 1 gələk, 37 olsun. Burada 37 dənə element. Gətirirəm, bunun yerinə yazıram. NA-nın yerinə 37 tapıldı. Üstə gəlsin. Keçək, bunun B-nin içində olan elementlər. MB də bərabərdir. 160, çıxılsın 50, bölünsün aradakı fərq 5, üstə gəlsin 1. 110-u da 5-ə böləndə 22, üstə 1 gəlirik 23. Sən demə, burada da 23 element var imiş. Çıxılsın bir də bunların kəsişməsi. Uşaqlar, NA kəsişməyi B deyəndə biz həm 3-ə, həm də 5-ə bölünən ədədləri düşünməliyik. 50-dən sonra gələn 3-ə 5-ə bölünən ədəd 45, 15, 15 artır da ortaq. 60, 75, belə-belə gəlib, axırıncı harda dayanacaq? 150, 150-dən sonra 15 getsə 165 aşır. 150-də dayanır bu. İndi bu sırada neçə dənə ədəd olduğunu gəlin tapaq. N ayağına da yazıram. A kəsişmə B bərabər yenə axırıncı. Çıxılsın birinci, bölünsün aradakı fərq üstə gəl 1. 90-ı 15-ə böləndə 6, üstünə də 1 gəlir. 7 dənə də element, baxın buradaymış. İndi bunu da hesablayanda
37'nin üstünə 23 gəlirik. 60, 60-dan da 7-si gedir 53. Yekunda 53 element eləyir. Baxın necə qəşəng qanuni yolla həll olundu. Getdik test 1-in B-sinə. Variantların düz səhvini yoxlayırıq. Deyir, ENA-nın içində 4 dənə element var. Bəli, 1, 2, 3, 4. Yəni o BC-ni ayrı 2 dənə element kimi saymayın. Birinci variant düzdür. İkinci də 3 daxildə A-ya. 3 uşaqlar A-ya daxildirsə, bunun bu bəzəkli mötərizəsi göstərilməli idi. Belə olmalı idi əslində. 3 elementi A-ya daxildir. Yoxsa adi 3-dən qarışdırılacaq. Bu səhvdir. Üçüncü də B daxil deyil A-ya. Bu düzdür. Çünki niyə? B tək deyil. Axı burada B, C birləşikdir. Bunu bir yerdə götürməli. Tək götürə bilməz. Düzgün olan 1 və 3. C variantı. İkinciyə baxaq. 2 sayısı aşağıdakilərin hangisinin elemanıdır? 2 aşağıda nə harda var? Bax, burada boş 2 yoxdur. Bəzəkli 2, 2 demək deyil. A variantı səhvdir. Sonra B-də nə deyir? Ancaq burada mənfi ədədləri görürük. Baxın, Z üstündə mənfi yazıb. Bu variantda deyil. Sonra modul onsuz da mənfiyə bərabər olmaz. Bu ümumiyyətlə səhv bir versiyadır. Ora boş çoxluqdur. Burada heç həll yoxdur. Buradan x-in yerinə 2 qoyub yoxlamağa çalışaq. Modul 2 bərabərdir mənfi 2. Mənasızdır. Belə bir şey olmaz. Y variantında modulu bərabərsi olaraq həll eləsək, bir tərəfinə mənfi 4, bir tərəfinə müsbət 4 atırıq. Bu kiçikdir işarəsinə görə hər tərəfin üzərinə 1 gəlirik, 3 gəlirik. Daha doğrusu mənfi 1, kiçikdir x, kiçikdir 7. Həqiqətən mənfi 1 ilə 7-nin arasında 2 elementi var. Düzgün variant Y variantı. Üçüncüdə A-nın içində deyir neçə element var? Gəlin sayaq da 1, 2, 3, 4, 5, 6. 6 dənə element. O bəzəkli mötərizələri ayrı-ayrı saymayın. Bir dəfəyə götürün onun içindəkiləri. Burada da 3 ilə 8-in arasındakı elementlər deyir. Tam ədəd olsun. 3-ün özünü götürük bu altında xəttə görə. 4, 5, 6, 7. Neçə dənə elementimiz olur? 5 dənə. C variantı. Deyəsən yenə çox sürətli danışıram. 5-ə baxaq. Bu ifadəni həll eləmək lazımdır. Həll eləyək deyəcəyin. Kubu mənfi 27 ilə 9-un arasında olan ədədlər düşünək də. Məsələn, mənfi 1 götürmək olar. Mənfi 2-ni götürmək olar. Mənfi 3-ün özünü götürürəm. Niyə? Altında xət var. Mənfi 3-ün kubu mənfi 27 eləyir axı. Bir də müsbət tərəfə keçsək, 0-ı götürürük. 0-ın kubu 0-dır. 1. Bir də 2-nin kubu götürürəm. 8-i 9-dan aşağı yarana biləcək bütün versiyalar buradadır. Bu da eləyir 6 dənə sayını istəyir. 6-cı sualda nə iş görək? Bunun variantları yerinə də qoyub yoxlaya bilərsiniz. Belə ayrı-ayrı da həll eləyə bilirik. Modul modula bərabər olanda 2 cür açılırdı. Bir müsbət bərabər müsbət kimi, bir dəfə də müsbət bərabər mənfi kimi ifadələrimiz bu. O zaman biz yazırıq x plus 2 bərabərdir. X kvadrat çıx 4-ü də uzatmayayım. X plus 2, x minus 2 kimi yazım. Bir dəfə də eyni şeyin mənfisi. X plus 2 bərabərdir. Mənfi qarşıda x plus 2, x minus 2. Bunu niyə belə parçalıb yazıram? Uşaqların ən çox elədiyi səhvi sizə göstərmək üçün. Uşağın elədiyi səhv budur ki, soldan sağdan x plus 2-ləri silir. Bu səhvdir. Niyə görə olmaz? Çünki sən orada kökün 1-ini itirirsən. Mümkün qədər ixtisarı ədədlər üzərindən eləyin, dəyişənlər üzərindən yox. Bu ifadə əslində sola keçib, ortaq vuruq çıxartmaq lazımdır. Qanuni yolu budur. X plus 2-nin birini saxlayıram. O biri də gəlir bu tərəfə. Çıx x plus 2, x minus 2 kimi. Bərabərdir 0. X plus 2-ni ortaq vuruq çıxardanda qalmalıydı. 1 çıxılsın x plus 2 bərabər 0. Ayrı-ayrı 0 eləyəndə x bərabər mənfi 2 kökü. Bir də x bərabərdir 3 kökü. 2 dənə kök buradan çıxdı. Amma ixtisar eləsəydi o mənfi 2 gedərdi. Bir də gələk bu ikincini həll eləyək buralarda bir yerdə. Bu birincinin həlli idi. İkincinin həllinə baxaq. Demək, x plus 2 mənfini bu tərəfə atsaq müsbətlə keçəcək. Plus x plus 2 x minus 2 bərabərdir 0-a. X plus 2-ni ortaq vuruq çıxardıram. Mötərizədə qalır. 1 üstə gəlsin x minus 2 bərabərdir 0. Ayrı-ayrı 0 eləsək, yenə x bərabər mənfi 2, bir də x bərabərdir 1. 2 dənə kökümüz buradan çıxdı. Day mənfi 2-ni götürmürəm, çünki burada var da, ortaqdır. X bərabər 1. Onda bizim kökümüz mənfi 2, 3, bir də 1. Mənfi 2, 1, 3. Baxın, B variantı. Ən düzgünü bu. Amma dediyim kimi, variantları yerinə qoyub da yoxlaya bilərsiniz vaxt getməsin deyə. Hasil 360 olan tam ədədlərdən bizə nə lazımdır? Bunun A-nın içində hansı elementlər ola bilər? Bunu cüt kimi yazmalısan. Hasil 360 nə görürük? Bunu yəqin ki, vuruqlarına ayrı deyir də. 1 360 cütü var. Sonra 2 ilə 180 cütü var. Başqa 3 ilə 120 cütü var. 4 yazsaq 90 cütü yaradırıq.
5 yazanda 365'e böləndə 72. 6 yazsaq 60. 7'ye bölünmür, 8'e bölünür deyə bilirəm. 360'ı 4'e bölsək 92 bölündü 45. 8, 45 cütümüz var. Sonra 10'a keçək. 10 ilə 36 cütü var. 12 ilə 30 cütümüz var. 14 bölünmür, 15'e bölünməlidir. 360'ı bir dənə 15'e ixtisar eləyək. 3'e 5, 3'e 120, bu da gelsin 24. 15, 24 cütü yaratdıq. Yaxınlaşdıqca bitir deməkdir əslində bu. Sonra 15, 16 olmaz. 18 ilə 20 cütü yaranır. Növbəti də 20, 18. İndi məsələ burada nədir? Bunların yerin dəyişəndə yeni cütlər yaranırmı? Çünki çox güman yaranacaq. Bir 360 cütü ilə 361 cütü eyni deyil də. Çünki burada birinci x-dir, ikinci y daha bu məntiqlə yaxınlaşıramsa, onda burada x, burada y olursa, x həm 1, həm 360 ola bilər. O zaman biz bu sıranın sayını tapaq, 2'ye vuraq yer dəyişməyə görə. Onda neçə dənə cüt yaratdıq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 də vurarıq 2'ye 22 dənə cüt yaranar. Yəqin ki, birin hardasa itirmişəm. Bir də 10 ilə 36 götürdük. 18, 20. Başqa arada 1, 2, 3, 4, 5, 6, 7 bölünmür. Hə, bir dənə 9 itirmişəm burada. Sorry, düzəldim. 9, 40 cütümüz var imiş burada. Onda bura olacaq 12 vur 2'dən 24 dənə cüt yaranır. B variantı. Gələk 8-ci suala. Alt kümə. Alt kümənin öz alt kümənin fərqini gəlin yazın millət. Alt kümə 2 üstü n-də öz alt demək boş çoxluğu olmayan bir kümə deməkdir. Bu da 2'nin üstü n. Çıx bir kənarda da 2'nin üstündə o biri çıxmayasınız. İndi biz baxırıq, görürük bunun neçə dənə elementi var? 1, 2, 3, 4. 4 dənə elementi var. Öz alt dediyinə görə n'in yerinə 4 qoyuruq. 2'nin üzəri 4 çıxılsın 1. O da bizə verər 15. A variantı. 9'a keçək. Hansı yanlışdır deyir. AB daxildir A-ya. Bəli, A-nı B-ni ayrı-ayrı element kimi götürüb mötərizədə yaza bilər. Bu düzdür. B-də deyir 4 dənə element var. Bəli, ümumilikdə 4 element var. Düzdür. AB belə deyək. Nöqtə olaraq alt çoxluq olaraq yazması üçün bu düzgün deyil uşaqlar. Bunu bir dənə də ümumi mötərizədə yazmalıdır. Çünki əgər bu A-nı B-ni yəni bu ikisinin arasında bir fərq olmalıdır əslində. Sən bunu daxil eləyəndə bir mötərizə yazırsan. Bu cütdən söhbət gedir də təbii ki. Alt çoxluq olanda 2 mötərizə yazılmalıydı. Bu bir düz olmadı. Məncə problem buradadır. D-ni yoxlayaq. A, B, C elementi. Bəli, bunları ayrı-ayrı götürəndə daxil olur. Bu düzdür. Y-də deyir BC alt çoxluq olsun. B ilə C birincisi ayrı-ayrı götürülə bilir. Ay soba B-ni buradan götürür, C-ni buradan götürür. Alt çoxluq yaza bilər. Bəli, burada alt çoxluq yaza bilər. Dediyim kimi yenə problem buradadır. A, B-ni qoşu olaraq götürürsə bir dənə mötərizəyə ehtiyac duyur. 10-cu suala baxaq. Yenə hansı yanlışdır deyil. A-nın içində 5 dənə element var. 1, 2, 3, 4, 5. Bu düz. 1 daxildir A-ya. Bu düz. 1 yanında da, bax fikir verin, bayaq danışdığım məsələ buydu. 2 dənə mötərizəni yazsın burada. Biri ayrıca götürüb, A-nı ayrıca elementi olaraq götürüb, sonra bunları bir mötərizəyə alıb, deyib ki, bu bunun alt çoxluğudur. Bu da düz. D-də F ilə H, bu ikisi yan-yanadır axı. Bu yan-yana olmaq bir elementdir. Alt çoxluğu olması üçün bunun bir dənə mötərizəyə ehtiyacı var. Bu variant səhv olur. A, alt çoxluğu durumu. Bəli, burada bir dənə A-mız var idi, daxil daha doğrusu. Bu element olaraq daxildir A-ya. Bu düz. Burada bir problem yoxdur. Problemimiz D variantı. 11'də. 5'dən kiçik natural ədədlər burada birincisi görürük ki, x mənfi 5 ilə 5'in arasındadır. Göz sistemində də belə bir şey var ki, naturalın üstünə müsbət işarəsi yazmırsa, siz onu sıfırdan başladırsınız qiymətləndirməyə. Yəni x-in qiyməti 0, 1, 2, 3, 4'dür. İkinci versiyada 2 ilə 8'in arasındaki naturallar. Burada olur x bərabərdir 3, 4, 5, 6, 7. Bizə də kəsişmə lazımdır. Kəsişmədə eynilərdir. Eyninə görürük, 3 və 4'ü görürük. Görürsünüzmü? O zaman 3, 4 element olaraq bunun kəsişməsində yerləşir. B variantı. 12-ci sualımıza keçək. Demək, mənfi 1 ilə 10'un arasındakı yenə naturalları istəyirsə sıfırdan başlayırıq burada. 0, 1, 2, 3, 4, 10'a qədər bütün elementləri götürə bilirik. 9, 10 da daxil.
İndi deyir ki, kəsişməni. Yəni, yuxarıda A və B sırasından ortaq nəyi görürük? 0-ı, 2-ni, 4-ü, 6-nı, 8-i. Baxın, cütləri görürük. 0, 2, 4, 6, 8-ə say olaraq n yazmaq sayı göstərir. 5 dənədir qiyməti. C variantı. Sonra 13-ə baxaq. Mənim 8 ilə 3-ün arası. Bunu ədəd oxunda çəksək daha qəşəng net görünür. Mənim 8 burada, 3 burada. İkincisi isə deyir, mənfi 5 ilə 2-nin arasında olsun. Bu da burada. Kəsişmə altda qalan hissədir. Mənfi 5, 2 arası. Sadə, bəsit, izah. 14-ə baxaq. İndi aşağıda deyir 2 ilə 12-nin arasındakı tam ədədlər nədir? Burada x bərabərdir 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-nin özü. Birləşməkdə nə edirik? Hamısını götürürdük. Yəni, burada fikir verin. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 sırası daha genişdir. Bunun əvvəlində 3 eynidir. Təkrar götürməyəcəm. 5 eynidir, 7 eynidir, 9 eynidir. Bir dənə 1 çatışmır. Yəni, bunun yanına bir dənə 1 artırmaq lazımdır. O da neçədən element olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. 11 elementimiz var sayı olaraq. 15-ə baxaq. Birləşmədə bütün elementləri yazmaq lazımdır. Bax, bu 2, 3, 4, 5-in yanına birimiz yoxdur. Bir dənə 1 artırıram. Bəzəkli 2 yoxdur. Bax, buradakı 2 sadədir. Yanına bir dənə fiqurlu mötərizə. 5 onsuz da var. Eynidir. O 5-i silməyim. 6 yoxdur. 6 artırıram. Bir də 7 yoxdur. Ümumi bizim yəni birləşməmiz. Baxın burada. Neçədən element olur? 1, 2, 3, 4, 5, 6, 7, 8 elementi var bunun. D variantı. Gəldik Eylerven diaqramına ən sevdiklərimizdən. Kəsişmədə burada təkcə C-ni görürük. Say istəyirsə bir element. Birləşmədə hamısını götürmək lazımdır. Nə var, nə yox. Hamısı da neçədən element? 2 burada, 1 burada, 3 də burada. Birləşmədə ümumi 6 element var. Bu da toplam eləyər 7. A ilə B-ni birləşdir. Gəlin birləşdirək. Birləşməmizdə nə var? 1, 2, 3, 4, 5. Deyir, bunu kəsişdir C ilə. Yəni 1, 2, 6 ilə. Kəsişmədə də axı eyniləri götürürük. Eyni 1 ilə 2. Baxın. Olur 1 və 2. B variantı. Sonra 18-də birinci B ilə, bunu düstur kimi paylama xassəsindən istifadə eləmək olar. Mötərizəni vurub açma kimi düşünün. Demək, birinci yazırıq A birləşmək B, ortasında kəsişmə işarəsi, sonra A birləşmək C. Baxın, bunları belə bölüşdürə bilərik ki, zaten bizə də bunu verir. Onda bu iki dənə çoxluq belə görünür ki, verilibsə əgər, bu ikisi varsa, ortasındakı biz kəsişmə işarəsinə baxırıq. Yəni, bunları kəsişdir. Kəsişdir deyəndə də eyniləri götürürük. Birlərimiz eynidir, 4-lər eynidir, bir də 6-lar eynidir. Bu da olur 3 dənə element say istədiyinə görə. A variantı. 19-a baxaq. Eylerven çox qəşəng bizə bunu çıxardar. Yazsaq daha yaxşı olur. A burada, B burada. Kəsişmədə nə qədər element var görmürəm. X. A-nın içi ümumi 10-dursa, kənarı olur 10 çıx X. B-də də 8-dirsə 8 çıx X. Birləşmədə də 11 element var. Onda olur 18 çıxılsın X bərabər 11. Hamısını toplayırız da. X də bərabər 7. Bu da elə bizdən kəsişməni istəyirmiş mərkəzi. Baxın bu hissəsi. Sonra 20-də. Bunda yəqin ki, Eylervenlə göstərərik. Gəlin çəkək göstərək hamısı. Qəşəngcə. Demək, biri A-dır, o birisi B-dir. Bu da olsun C, məsələn. İndi kəsişmələri birinci yazmaq məqsədə uyğundur. Bax, üçünün də kəsişməsi 14. Üçünün də kəsişməsi, fikir verin, bax, bu hissədir. 14 yazdım mərkəzə. Sonra deyir ki, A ilə B-nin ortaq olduğu yer 20-dir. Yəni 20 dənə element ümumi varsa burada, baxın bu hissədə 20 element olması üçün 14 aşağıda da axı. Deməli, yuxarıya qalacaq 6 element. Sonra B ilə C-də deyir 8 olsun, 18 olsun. B ilə C-nin biz kəsişməsi, fikir verin, burada görürük. Görürsünüzmü? 18 olması üçün 4 dənə bura çatışmır. Aynı anda C-nin kəsişməsi 16-dır. Aynı anda C-nin bu hissədə biz görürük özün. 16 olması üçün 2 element də burada çatışmadı. İndi gələk A-nın kənarını doldurmağa. Ümumi A-da 60 element olması üçün burada 22 element var axı. Bu 22-ni 60-dan çıxartsaq qalacaq 38. Yəni A-nın bu kənarı 38-dir.
Ondan sonra B'nin içində 42 olması üçün 42-dən bu 22-sini çıxardırıq. 22 idi bura, 24-ün sorry. Bu hissəni yəni. B'dən bu 24-ün çıxardıram. Qalır 18. Bir də C'də də 40 element var. 40-dan da çıxartmaq lazımdır bu hissə, bu üçünün cəmi. O da eləyir 20. Düzdür mü? 14, 4, 18, 20. Qaldı 20. Aşağıya da yazırıq 20 element. İndi birləşmə nə deməkdir? Hamısını cəmlə. Hamısını gəlin cəmləyək. A'nın içində onsuz da 60 dənə element var idi. Onda yazıram 60. Üstə gəlinsin. Bu 2 dənə hissənin cəmi 22. Bir də üstə gəlinsin. Bu aşağıda qalan 20. Belə hesablamaq daha yaxşı. 80 o da eləyir 102. B variantı. Görün Eylervəndə necə dəqiq, necə net görünür. Kəsişmədə element olmasın. Gəlin çəkək. A ilə B, bu kəsişmədə element yoxdur, boşdur. Bura bir şey yazma. A'nın qırağında 7, B'də də 4 element var. Birləşmə olur 11 element. D variantı. 22-yə baxaq. Yəni diaqramımızı quracağıq. Buna fikir verin, bir-birinin içindədir. Ən böyük çoxluq C'dir. Onun içində bir B var. Məsələn, belə yazım, qarışmasın. Onun da içində bir A var. İndi deyir ki, A'nın içində 5 element var. B'nin içində 8 element varsa, A, B'nin içində də bunun kənarına 3 element qalır. C'də də ümumi 13 element varsa, 13-dən 8 gedir, bunun da kənarına qalır 5. İndi deyir, A ilə B'ni kəsişdirmək, elə A'nın üstünə düşmək deməkdir. Hər ikisinin mərkəzi 5-dir. B ilə də C'ni kəsişdirəndə B'nin özünü götür deməkdir. Yəni 8, toplam elə C'nin özünü verir, 13. D variantı. 23-ə baxaq. Yenə Eylervəndə bunları yerləşdirim. A, B. Kəsişmə mərkəz 12-dir. A'nın içində ümumidə 3x plus 10 varsa, bunun bu kənarı olur 3x plus 10 çıx 12. B'nin kənarı x plus 8 çıx 12. Birləşmə də 5x-dir. Toplayaq, bərabərləşdirək. Demək, 3x bir dənə x, 4x. Bu 12-lər gedir. Ondan da 12 çıxanda olacaq çıxılsın 2, bərabərdir 5x-a. X bərabər olur. Bir saniye hesab səhvi eləmədim inşallah. 4x. Bu mənfi 12 müsbət 12-ni götürdü. Hə, 8 var orada. Nəzərə almamışam. 18-dən 12-ni çıxanda bura olur plus 6. Sorry. X-imiz olur 6 element. Bizə də A-nın içindəkilər lazımdır. A-nı da bayaq burada verib görürsünüz 3x plus 10. Gətirib burada x-in yerinə 6 qoymaq lazımdır. Bura 6 qoysaq 18 üstə 10 verər 28. Y variantı. A ilə B-nin kəsişməsi boş çoxluqdan fərqlidir. Boş çoxluqdan fərqlidirsə, biz elementləri maksimum almaq üçün mümkün qədər kəsişməyə az element yerləşdirir. Məsələn, bura 1 olsun. Onda A-nın kənarına qalır 14 element. B-nin də kənarına qalır 17 element. Cəmləyəndə 15, 17 bizə verir 32 maksimum elementə çıxırıq. Sonra burada minimumda deyəndə yerləşdirək. A burada, B burada. Cəmi 13-dür. Birləşmədə minimum element olması üçün hər şeyi mərkəzə yığırıq. B-nin 6 elementinin 6 da mərkəzdədir. A ilə B-nin cəmi 13-dürsə, onda A-nın kənarına qalır 7. Birləşmədə olan elə minimum element sayımız 13-dür. Sonra bu B variantı oldu. Başqa nəyimiz var? Hə. A ilə nədir burada? Bir saniyə, orada bir fikrim takıldı, necə deyirlər. 13-dən minimum qiymət yazmaq olardı mı ki? B-nin bütün elementlərin... Hə, bir dəqiqə. Bura 7 olmur, bura 1 olur. İndi niyəsində deyim. Bura 1 olacaq. Çünki A-nın içində 7 dənə element, A-nın bütöv. B-nin də içində 6 elementdən. Bunun cəmi belə 13 olur. Onda minimum bu cəm olacaq 7. Birləşməmiz 7-dir. Fikir verin, baxın, mən tələsdim. Keçək 26-ya. Burada da yenə Eylervən diaqramımızı çəkək. A, B, həmişə birinci mərkəz yazın. 3 element mərkəzdədir. Burada həm 2-yə, həm 5-ə bölünən ədəd. Gəlin bunu bir 10K-ya bağlayaq. Onda biz nə görürük? A-nın içində 5K element var. 12-yə bölürük də. B-nin də içində 2K qədər element var. Onda A-nın kənarı olur 5K çıx 3. B-nin kənarı olur 2K minus 3. Birləşmə də 18 isə toplayaq 18-ə bərabər eləyək. 7K üstə çıxılsın 3 bərabər 18-ə. 7K bərabər 21-dən K-sı olur 3. Bizə də A-nın içi maraqlıdır. A-nı da burada kənarda yazmışıq axı.
Bu da olur 5 vurulsun 3'dən 10. 5 elementi var imiş. Y variantı. Sonra 27'ye baxaq. A ilə B-nin kəsişməsi boş çoxdan fərqlidir. Yəni hər hansı bir element var. Onda maksimum deyəndə həmişə deyirik ki, mərkəzə bir element qoyun. Məsələn, kəsişməni maksimum eləyin. Sorry. Kəsişməni maksimum eləyirəmsə, onda A-nın bütün elementlərini yığıram mərkəzə. 8. B-nin onda kənarına qalır 6. Onda bizim maksimum element sayımız oldu. Kəsişmədə mərkəzdə 8. Minimum deyəndə amma ikinci versiyanı da qurum. Minimum deyəndə mərkəzə bir element yığır. Onda A-nın kənarında 7, B-nin də kənarında 13 elementi var. Burada yazırıq 1, cəmi olur 9. A variantı. 28'ə baxaq. Burada da yenə diaqramımızı çəkək. A, B. Kəsişmədə 7 element var. Yenə bu 3K, 4K ilə vermək olar. N-amız bərabər olsun 4K-ya. N-B'miz bərabər olsun 3K-ya. Onda A-nın kənarı olur 4K çıx 7. B-nin kənarı olur 3K çıxılsın 7. Heç bu 3K, 4K çıx 7'ye ehtiyac yoxdur. Niyəsində deyim. Bu A-nı B-ni işarə eləyəndən sonra bizə deyir ki, bunların fərqi 5'dir. Gəlin biz də bunu yazaq. Deyək ki, 4K çıxılsın 3K bunlara görə bərabərdir 5'ə. K-mız 5'dir. Onda yerinə qoysaq 4 vur 5'dən A-nın içində 20 element var. B-nin içində də 15. A-nın 20'ye tamamlanması üçün 7'si ortadadırsa, soluna 13 qalar. B-də də 15'e tamamlanması üçün 8 olar. Ümumi onda A birləşmək B də bizə göstərər 28 elementi. C variantı. Sonra 29'da yenə diaqramımızı quraq. A var, B var. Kəsişmə həmişə birinci mərkəzi yazın. 6 elementi yazıq. B-nin içində ümumilikdə 3x varsa kənarı olur 3x çıx 6. A-da da 5x plus 1'dən çıxırıq 6'nı. Birləşmə də 7x-dırsa toplayaq gəlin bunları. 5x plus 1 mənfi 6 müsbət 6'nı götürür. Üstə gəlsin 3x çıx 6 bərabərdir 7x-a. 8x-dən 7x gedir. X bərabərdir 5'ə. Bu da bizə nə istəyirdi? B-ni istəyirdi. Düzdürmü? 5'i də 3'ə vururuq. Olur 15 element D variantında. 30'a baxaq. Bax, imtahan sualı bizə vacib olan. 4K nə deməkdir? 50 ilə 180'in arasında 4'ə bölünən ədədləri buradan düz. 50 neçə gəlir buradan? 52 gəlir. Səhv eləmirəmsə 56. 4 gedir. 180 4'ə bölünür deyə ondan bir 4 aşağıya düşsə 176'da bitəcək bu sıra. Digər sıra isə 6'ya bölünən ədəd 24'dən başlayır. 30 belə gedir. 200'dən əvvəl də 6'ya bölünən 198'dir səhv eləmirəmsə. 198 olmalıdır. Həm 2'yə 3'ə bölünür qaydasına görə. İndi bizə bunların birləşməsini istəyir. Gəlin gedin birləşmənin düsturunu yazım. NA birləşmək B bərabərdir NA üstə gəlinsin NB çıxılsın bunların kəsişməsi. A kəsişmə B. İndi biz bir dənə də üçüncü bir C çoxluğu bura yazmalıyam ki, kəsişməni də bununla göstərək. Kəsişmə də həm 4'ə, həm 6'ya bölünən ədəd 24'ə bölünən ədəddir. Yəni 50'dən sonra hər ikisinə aid olmalıdır axı. 50'dən sonra 24'ə bölünən ədədlərimiz hardan başlayacaq? 48, 48'dən sonra gəlir 72. Belə gedəcək. 24 artıraq. Məncə çox getməz. 180 24'ə bölünür deyəsən. Bir daha bu kənarda yoxlayın bunu. 12, 15, 12'ye 2, 180 bölünmürmüş. 24 artıraq da bunu. 72, 96. Sonra bir 24 gəlsə 100 20, 5 dəfə eləyir. 144. Bir də 180'in özü bayaq niyə olmadı? Bu 24 gələndə aşıraq bunu. Nəysə, 144'ün də üstünə 24 gəlsək, 172'də bitir. Yəni bu C çoxluğunda bütün elementləri bunu net görürük. İndi say olaraq bizim keçən dəfə də dediyimiz düsturu təzələnən deyim. N say bərabərdir. Axırıncı dayanan çıx birinci, böl aradakı fərq. Təkrar yazıram, yadınızdan çıxmasın. Üstə gəlsin 1. Baxın, bunun üstündən davam edir. Əslində bu silsilə düsturudur. İndi gəlin NA üçün hesablayaq buradan. Qıraqda yazıram. NA bərabərdir. Axırıncı 176, çıxırıq birinci dayanan 52'ni. Bu 4 addım gedir axı. Böl 4, üstə gəl 1.
Bu edir bizdən nə? 124 böl 4 üstə 1, 31-in üstə 1 gəndə 32 dənə. Bir dənə də NB-ni hesablayaq. Axırıncı dayanan 198, çıxırıq ilk dayanan 24-ü, bölürük. Bu 6 addım gedir, üstə gəlsin 1. Bərabər olur 174 bölü 6 üstə gəlsin 1. Bunu da hesablasaq. 17-nin içində 2 dəfə. 12'si gedir 54'ün içində 9. 29 üstə 1, 30 dənə də element buradan çıxır. İndi gətirib yerinə qoyaq. Baxın uşaqlar, NA-nın yerinə yazıram 32. Üstə gəl MB-nin yerinə 30. Bunları hesabladıq çünki qarışmasın. Bu sıraları qoyun ayrı. Üstə gəl çıxılsın bir də kəsişmə. Kəsişmə məlum məsələdir. Burada görünür ki 2, 4, 5 dənə element var. Çıxılsın 5. Bu da eləyir 30, 32, 62, 5 də çıxsaq 57. 57 dənə səhv hesablamamışamsa element olmalıdır. Bir dənə qaydaq yuxarıya baxaq. 52-dən başladı 176-da bitdi. Bu da 24-dən başladı 198-də bitdi. 6-ya bölünənlər düzmüşük deyə düşünürəm. 6 ilə 4-ü ortaq bölünən mən həm 4-ə həm 6-ya bölünən 24 götürmüşəm. Əslində 12 gedərmiş. Gözləyim, bu C sırasını düzəltmək lazımdır. Həm 6, həm 4-ə bölünən ədəd 12-yə də bölünür. Onda 50-dən sonra 12-yə bölünən, elə birincisi 72 ilə başlayır. 72, 12, 12 bir dənə bunu artıraq. 72-ni 12 artıranda eləyir 84. Düzdürmü? 84 4-ə bölünür. 6-ya bölünməyinə bir dənə baxım. Hə, 6-ya da bölünürmüş. Sonra bunu bir 12 də artıraq. 96. Onda bayaq tapdığımızın 2 misli olacaq da. Uzatmadan 180 12'ye bölünür. Onda 180'den 12 azaltsam 168'də bitməlidir bu sıra. Onda bir dənə də bunun üçün n hesablayaq. Axırıncı çıxılsın birinci. Bölünsün aradakı fərq. 12 üstə gəl 1. Bu da eləyir 6. Buradan səhv eləmirəmsə 96 bölü 12 üstə 1. Hə, 8 üstə 1 9 dənə element var imiş. Bu 5 yazdığım hissə səhvdir. Buranı düzəldim. Çıxılsın 9. 62-dən də 9'u getsə 53 dənə element. İndi nə zəv oldu? 62-dən 9 çıxanda 53 edir də. 52. Səhv yazmamışam nəysə. 24-dən başladıq. Buradan 48, 60 var ya burada. Sorry. Daha xoşa gəlməz səhvlər edirəm bugün. Bura 60 olsun. Onda 60'dan başlayacaqsa burada 10 dənə element olacaq. Bunu düzəldək. 10 dənə element yazanda olur 52. Tamam, düzəldi. Yolu bu, yəni əsas yoluna fikir verin. Mən arada belə hesab səhvləri edirəm. Yəni qürurlanmaq üçün demirəm, disleksidən gələn bir şeydir. Gələ indi bura. Bu tamamlayıcı nə deməkdir? Üstündə iştirik. Yəni B-nin üstünü tutursan, B-nin kənarında qalan şeylər götürürsən. B iştirik o demək ki, B-nin kənarında 5 dənə element var. Yəni burada kənarda 5 dənə element var. Bu B-nin üstünü tutsan. A iştirik o demək ki, A-nın kənarında. A-nın da kənarı bu hissədir. Burada 10 dənə element var. NA ilə də MB-nin cəm mərkəzi bilmirəm, X yazıram. Gəl buradan tənlikdən həll eləyək. 5 plus X A-dır, X plus 10 da B-dir. Bunun cəm 35-dirsə əgər 2x bərabər 35-dən 15-i geçsin 20, x-i tapırıq 10. Mərkəzə 10 qoysaq, B-nin içində 10-da 20 dənə element olur. Görürsünüz? Buradan çıxdı 20 element. B variantı. Sonra indi iştiriklərin cəmi verib. A da B də U-nun alt küməsidir. Yəqin ki, evrensel kümə olaraq bizə göstərmək istəyir. Bu A olsun, B olsun. Bir dənə də evrensel U küməmiz olsun. Kəsişmədə 2 dənə element var, lap yaxşı. Deyir ki, A iştiriklə B iştirikinin toplamı 14'dür. A iştirik gəlin bura X, Y, Z kimi yazın ki, daha qəşəng görünsün. A iştirik nə deməkdir? A-nın üstünü tut, kənarı götür. A-nın üstünü tutanda Y, Z-dir. Y, Z-i elə üstə gəlinsinə göstərəm. Y, Z-in üstünə gələndə B iştirik. B-nin üstünü tutsaq, X plus Z bərabər olur 14'ə. Buradan biz nə görürük? X plus Y üstə gəlsin 2Z bərabərdir 14'ə. Deyir, onun içindəki bütün elementləri tap. A da onun alçaqlıqdır, B də onun alçaqlıqdır. A-nın 4 dənə də elementi var. Ya da daha qəşəng isə buradan nə danışmaq olar? Onun içindəki elementlər üçün bunların hamısının cəməsində lazımdır.
Burada z artıq çıxır. Belə düşünürəm ki, belə görürəm ki, bu z-i buradan bir dənə yığışdıraq. Onda a iştirik nə olan şeydir? A-nın kənarı y, b iştirik nə olan şeydir? B-nin kənarı x əgər 14-dürsə, misalın da bizdən istədiyi u bərabərdir. X, y 2-nin cəmi. 14-ün də üstü 2 gəlir, 16 dənə element olur. Kənarda qıraqda deməli burada bir elementi yox imiş. 3-ə baxaq. Bu da yenə iştiriklərdir. Hətta işin içinə bir dənə də C girib deyəsən. A-nın C-yə tamamlanması. İndi bunun neyini? A-nın elementi var, B-nin elementi var görürük. A-nın C-yə tamamlanması o deməkdir ki, C-nin içində bir növ elementlər var. Məsələn deyirəm, əvvəlinə bir fərqli şeylər yazım. K, L, M. Məsələn, C-nin içində bu var. Bir də ekstra 1, 2, 3, 4, 5 olsaydı, bu nə deməkdir? Əslində A ilə C-nin içi eynidir. Bax, C-nin də içinə A-da olanları yazıram. X, Y, Z, T. C-nin içində bunlar var. Bu deyir ki, keşkə A-nın içində bunlar da olsaydı, 1, 2, 3, 4, 5 olsaydı, onda A, C-yə tamamlanardı. Bu A üstündə C o deməkdir ki, A-nın C-dən əksik olan hissələri budur. Yəni, bununla birləşsə demək olar eyni olacaq. Tamamlanma o da, əksik olan hissələri gətir yaz. İndi bizə deyir A iştirik, B iştirik tap. A iştirik nə deməkdir? A-nın kənarında qalan. X, Y, Z, T A-nın özüdür. A-nın kənarında qalan onda nə yazıram bunun üçün? 1 yoxdur A-nın içində, 2, 3, bax buradan götürürəm. X var, T var. Sonra bir də buradan 4, 5 yoxdur A-nın içində, düzdürmü? Bunu kəsişdirmək lazımdır. Bir də B-nin içindəkiləri götürək. B-nin kənarındakilər daha doğrusu. B-nin kənarında, əgər B budursa, B-nin kənarında Y deyilən bir şey yoxdur, Z yoxdur. Yəni içində yoxdursa kənarında var. T içində var, 1, 2 özündə var, 3, 4, 5 də kənardan gələn bir şeydir. İndi kəsişmə deyəndə məlum məsələ eyniləri götürürük. 3, 4, 5 fikir verin eynidir. Bərabər olur 3, 4, 5-ə. Neysə əksik yazmamışamsa o da. C-nin tamamlayıcılarını yazıq. X, Y, Z-də 1, 2, 3, 4, 5. Onda A iştirik A-nın kənarında olan hər şey. X, Y, Z, T'dən başqa 1, 2, 3, 4, 5. B-nin kənarında da nə var? B-nin içində 1, 2, 3. 3'ü buradan artıq yazmışam uşaqlar. B-nin içində 3 var axı. 3'ü buradan görmüyor. 4, 5'dir. Onda kəsişmə olur 4, 5. O da C variantı. Düz. 4-cü sual. Bunu aralıq kimi yazanda eyni olanları biz silməliyik də. Gəlin element olaraq yazım, daha dəqiq sizə görünsün. Ya da ədəd oxunda göstərik. Ədəd oxunda göstərəndə A deyir ki, -2-dən 3-ə qədər olsun. Bu A-nın içindəkilər. B deyir ki, 1-dən 5-ə qədər olsun. Bu da B-nin içindəkilər. A-dan B-ni çıx o deməkdir ki, eyni olanları sil, buranı sil, onu görmə. A-nın qırağında qalanları götür. Elə deyil. Onda A-nın qırağında biz nə görürük? -1 görürük, 0 görürük. 1 ortağı idi axı 1 getdi. -1-dən 0 götürə bilirsən sən. -1, 0, o da hansı aralıqda olur? Aralıq olaraq -2-dən 1-ə qədər. Bu bizə aralıq kimi verir onsuz da. -2-dən 1-ə qədər. Baxın. A variantı. 1-i də almır. 5-ə keçək. A-dan B-ni çıxaq. Eyni olanları silək. Eyni nəyimiz var? 3-lər gedər. 5-lər gedər. A-nın içində qalır nə? 4-dən 6. Birləşdirək. B-dən A-nı çıxanda B-nin yerində qalanlardır. 1, 2. Birləşmə olur. 1, 2, 4, 6. 1, 2, 4, 6. Y variantı. 6-cı sualımız. Yenə eyni olanları silək. A, B-dən C-lər eynidir, gedər. A-nın yerində nə qalır? A, B, D. Birləşməlidir C ilə. Yəni B, D, G ilə. Bu da bərabər olar. A, B, D, bir dənə də G. 4 dənə element. A, B, D, G. Y variantı. 7-yə baxaq. Birləşməyimiz var, çıxılmamız da var. Bunu da el-ervində çəkim, daha qəşəng net görəsiniz. A burada, B burada. A çıx B A-nın kənarında. Yəni A-nın kənarında A, B, 1 var. Birləşmək onda budursa, B-nin içində nələr gəlir? Bunların ortağı da ola bilərdi. A, B, 1-i görmə. Onda qalanlar B-nin kənarında olacaq. C, D, 2, 3. Bunlar hamısı B-nin içində ola bilər. Neçədən element gördük? Düzmüşəmsə 4 dənədir, bəli. 8-ə baxaq. A-dan B-ni çıx.
A'dan B'ni çıxanda A'nın bu kənarını götürürük biz. A ilə 3 götürdük. A ilə 3-ün üstündə ştrix o deməkdir ki, bunun kənarını götür. Bunun kənarı da nə deməkdir? 1, 2, 4, 5, 6. Bu. Ştrixin yerinə bunu yazıq. Deyir, kəsişsin. B-dən C-ni çıx. B-dən C-ni çıxanda C özünə aid olan hər şeyi silir, aparır. B-nin kənarı qalır. 1, 5. Kəsişmədə də ortaq nəyə götürürük? 1 ilə 5. D variantı. 9. B ilə C. Bu yenə paylama xassəsinə görə belə olur. A çıxılsın B. Ortada birləşmə işarəsi. Bir də A çıxılsın C. O qabaqdakı A hər ikisi ilə belə deyim, birləşir. İndi A çıx B-ni də A çıx C-ni də verib, ortadakı birləşmə işarəsinə biz baxırıq. Bu iki elementi birləşdirin, çoxluğu daha doğrusu. Birləşdirsəm olar A, B, C, D, Y, F, G, H. Bu da neçədən element olur? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element. Nəysə. Səhv yazmamız. Hədə A'dan B-ni çıxdıq, A'dan C-ni çıxdıq. Sonra da birləşdirdik. A, B, C, D, Y, F, G, H. 2, 4, 6, 8 dənədir millət. Onun üçün səhv yazmışam. 8 element var burada. Sonra ona baxaq. Yenə çəkirik. A, B. A-nın kənarı 8. Ümumi 17-dirsə ortaya qalır 9. B-də də 11 olması üçün kənarına 12 yazırıq. Bu da bizdən elə B-nin kənarını istəyir. 2 element. Sonra 11-də A ilə B birləşsin. Onda yenə diaqramımızı çəkək. Çıxılması, yəni A-nın kənarında 11 element var. B kəsişsin A iştirixlə nə deməkdir? Onda ortaya x yazsam, B-nin içində option 18 element var axı. Burada olur 18 çıxılsın x. Deyir, indi B özü kəsişsin. B-nin içindəki bu 18 element kəsişməlidir A-nın kənarı ilə. A-nın kənarı, uşaqlar, baxın bu hissədə 18 çıxılsın x. Yəni A-nın üstünü tutsam mən, kənarında 18 çıx x qalır. Bura gətirib yazıram, 18 çıxılsın x ilə kəsişir. Ümumi 18 element. Bərabərsə ona, yəni ümumi bu kənarla kəsişirsə, elə bu kənar olur da. 18 çıxılsın x bərabərdir ona, x-i tapırıq 8. Mərkəzdə 8 elementimiz var imiş. Bu da bizdən A-nı istəyir. A-nın da içində 18 element olur. O da 19 ilə alaka. A-dan B-ni çıxanda 11, bu kənarını 11 gördük. B-nin üçün ümumi 18-dir. B kəsişməlidir. Bir dəqiqə. B kəsişsin A-nın qırağı ilə. Hədə A-nın qırağı 18 çıx x. Bunu kəsişdirdik, bərabər elədik. Ona. Hədə burada 10 element varsa, ortaya 8 qalır da məntiqlə. 11-in üstünə 8 gəlb 18 yazıram. 19 elementdir. 19 düzdür. Getdi 12-yə. Demək, ikisi də evrensel kümənin içindədir. Ayrı-ayrı çəkək yenə. A, B. Bir dənə də ümumi evrenselin içində göstərək buranı. Onun içində olsun. A iştirix nə deməkdir? A-nın kənarında 11 dənə element var. A-nın kənarı, məsələn, buraya x, buraya y yazıram ki, qarışmasın. X-la y-in cəmi 11 elementdir. Sonra deyir ki, B-nin içindəkilər, B-nin içində nə görürəm? X, burada bir z yazılanda qarışmasın. B-nin içindəki x, z-dən çıxmaq lazımdır A iştirix. A iştirix elə A-nın kənarı deməkdir. A-nın kənarında da x, y var axı. Burada deyir 13 element olsun. Gəl eyniləri silək çıxmada. X-lar getir. Burada qalır z bərabər 13. Mərkəzdə deməli 13 dənə element var imiş. Sonra bir də bu sıraya baxaq. B iştirix nə deməkdir? B-nin kənarını tut. Daha doğrusu B-nin üstünü tut, kənarları götür. X, y, z, məsələn, burada bir dənə K deyirəm. B-nin üstünü tutanda K ilə y, bax bura görə, çıxmaq lazımdır A-nın içindəkilər. A-nın da içindəkilər K ilə 13-dür, bərabər də 6-ya. Eynilər yenə silinir. Buradan qalır y bərabər 6. Y-in də 6-sını yazaq. İndi bizə nə lazımdır? O, bunların içi. Bir də buradan x-i də tapmaq olur bu arada. Y-i 6 tapdıqsa, y-i yenə 6 qoyanda x-imiz olacaq 5. Bunu da nəzərə alaq. K-nı görmürük. A-nın kənarında bir element olmaya da bilər. Bir dənə də baxın. 5, 6. A-nın kənarında 11 dənə element var. B-dən
Yəni bu 13, 5, 18 dənədən çıxanda A-nı 13 dənəni A-nın için. Bir dəqiqə bu 13 deyil işte. B-nin içində nə var? 13 ilə 5, 13 dənə ilə 5 dənə. Çıxmaq lazımdır A-nı. A-nın içində nə var? K ilə 13 var. Deyir 13 dənə element qalsın. Ortaq bu 13-ləri biz silsək nətər? 13 qalır. 5 qalır axı. 5 qalmalıdır. Hə, 13 olan hissəni nəsə səhv yazmışam. Qoy o hissəsini düzəldim. Bir dəqiqə. Bu 13-ü hələ ki görməyək. Bura Z demişik də. Bu hissəni təzədən nəzər alaq. B-nin içində biz nə görürük? Z ilə 5 görürük. Buradan çıxmaq lazımdır A-nı. A-nın içində nə var? K və Z var. Hə, bunun üstündə bir dənə ştrix var. Mən onu nəzərə almamışam. K ilə Z var. Bu K ilə Z-i çıxandan sonra gəl çıxaq. Görək nə qalır. Bu K-lar gedir. Bir də üstündə ştrix qalır. Bunun yerində 5 qalır. Bax, bizə lazımdır 5-in üstündə ştrix bərabər olsun 13. Yəni 5-dən qıraqda qalanların cəmi 13-dür. 5-dən qıraqda qalanlar da nədir? Bunlar da axı K, Z, 6-nın cəmi 13-dürsə, onda K ilə Z-in cəmi olur 7. Belə bir ifadə tapdıq. İndi birləşməyə gedə bilərik. U da evrensel kümədə nəyə bərabərdir? Hamısının cəminə. X, Z, K, Z, 5, 6 cəmi. K ilə Z-i bayaq 7 tapmışıq. Onda 7 üstə gəlsin 11 də bizə verir 18-i. B variantı. Bir balaca qarışıq idi. 13-ə keçək, bu sadədir. Demək, A-nın B-nin kənarını görürük. A-sı 4. A-da ümumi 9 varsa mərkəzə 5 düşür. B-də 10 olması üçün bunun sağına 5 düşür. B-dən A-nı çıxmaq elə B-nin kənarını götür deməkdir. 5 element. D variantı. 14-də kəsişmə boş çoxluqdur. Yəni ora bir element yazmayasın. Bura bir şey düşmür. A kəsişsin B-nin qırağı ilə. Hə, indi bu qıraq söhbətləri biz çaşdırmasında x, y deyirəm. A, yəni x kəsişməlidir B-nin kənarı ilə. B-nin kənarı ilə x demək deyil. B-nin üstünü tutsaq, baxın. B-nin üstünü tuturam. Qıraqda x qalır elə. X x-dən kəsişəndə elə x olur axı. Deyir, bu bərabərdir 8-ə. Bu tapıldı. Bir də A-nın kənarı y kəsişsə B ilə, y ilə, bu da elə y-ə bərabərdir. Olur 7 element. Bunu yazaq. Ümumi birləşməni tap deyir. Ümumi birləşməmiz də olur 15 element. C variantı. Sonra 15-ə baxaq. Ümumi evrenselimizi göstərək yenə. A, B. Evrenselin içində ümumi 20 element var. Burada 20 element olsun. B-nin qırağı 6-dır. Sonra deyir ki, A çıx B. Yəni A-nın kənarı bir x yazıram. Üstə gəlinsin. A birləşsin B ilə. A ilə B birləşir. Üstünə də bir kənardakı A ilə B-nin birləşməsi bax buradır uşaqlar. Bunun üstünə ştrix qoymaq, kənardan bir element götür deməkdir. Məsələn, Z götürürəm. X ilə Z-in cəmi bərabərdir 11-ə. Bu ortaya da gəlin bir Y-dən falan bir şey yazaq da. Buradan sileyim. Burada məsələn Y olsun. Buradan da görürük ki, X ilə də Y-in cəmi 8-dir. A çıx B lazımdır. Gəlin evrenselə görə bunların hamısını toplayaq. Yazıram X, Y, 6, Z. Bunların hamısının cəmi bizə 20-ni verməlidir. Bunu da necə istifadə eləmək olar? Gəlin bunun ikisini tərəf-tərəfə toplayaq. Y, Z bir yan-yana gəlsin, sistemə dönüşsün. 2x üstə gəl Y, üstə gəl Z bərabər imiş 19-a. Bu tənliyi gətirib bunun altına yazaram. 2x üstə gəlsin Y, üstə gəlsin Z bərabərdir 19-a. Buradan da 6-nı yığışdıraq, ataq 20-nin yanına. Plus Z. 20 çıxılsın 6, eləsin 14. Bu sistemə baxın. Tərəf-tərəfə mən bunu çıxsam, eynlər gedir, y-lər, z-lər gedir. Qalır x bərabərdir 5. Gətirib x-ə 5 qoysaq, bu da bizdən A çıx B-ni istəyir. Yəni elə A-nın kənarını götür demək istəyir. 5 dənə element. D variantı. 16-ya baxaq. A-mız, B-miz sağ olsun verib kənarları. A-nın kənarı 8, B-də 2. Ortanı bilmirəm, x yazacağım. Deyir, A kəsişmə B. Yəni x üstə gəlinsin, A birləşmə B. 8 plus x plus 2 bərabərsə 12-yə. 2x bərabərdir 2-yə. X-i tapırıq 1. Buraya gətirib 1 yazsam. Bu da A-nı istəyir. Yəni A-nın içində nə görürük? 8-dən 1-in cəmi 9-u. Y variantı.
17'yə baxaq. B A-nın içindədir. A daha böyük bir kümədir. B də bunun mərkəzində yerləşsin. A çıx B A-nın kənarı deməkdir. Burada bir 11 element var. Sonra deyir ki NA, A-nın içindəkilər buranı görürəm. B-yə X yazaq. A-nın içi olur X plus 11. Üstə gəlsin B-nin içi olur elə X. Bərabərcə 25-ə. 2X bərabər 14-dən X-i tapırıq 7. Onda A-nın içi bütöv 11 ilə 7-nin cəmi olacaq 18 dənə element. Sonra A ilə B yine birləşsin. Kənarları verib. A-nın kənarı x kvadratdır. B-nin kənarı 6x-dir. Kəsişmə 19-dur. Qəşəng bir kvadratik tənlik. 35. Gəlin cəmləyək. Yazaq x kvadrat üstə gəlsin 19, üstə gəlsin 6x bərabərdə 35-ə. Yıxsaq yan-yana x kvadrat üstə 6x. 19-dan 35-i gedir, qalır 16. Çıx 16 bərabərdir 0. Bu da hər halda V-yə gəlir. Hasil 16, 2, 8. Toplamda mənfi 6 olsun deyə 2 ilə mənfi 8. Elementə də mənfi yaza bilmərik. Məlum məsələ. Natural götürəcəyik. N-imiz olur 2, daha doğrusu x-imiz. Gətirib yerinə qoysan 4 dənə element buradan. NA-nı istəyirsə, onda 4-ün də üstü 19 gəlir, olur 25 element. Y variantı. 19'una keçək. Bu Euler-Venn diaqramı o qədər xoşuma gəlir ki, hər şey net görünür. Yəni çaşdırma səhv eləmə ehtimalımız yoxdur. Mərkəzdə x plus 8 var. A-nın kənarı 3x çıx 4-dür. B-nin kənarı x plus 11-dir. Ümumi birləşməmiz, yəni cəmimiz də 40-dır. Hamısını toplasam 3x çıx 4 üstə gəlsin x plus 8 üstə gəl x plus 11 bərabərdirsə 40-a. Toplam eləyir 5x, səhv eləməyək, x-lərimiz buralardadır. 5x, 4, 11, 15 bərabərdir 40-a. 5x bərabərdir 25-ə. X-i tapırıq 5, bizə də A lazımdır. Gətirib, x-in yerinə 5 qoysaq, burada 3 vur. Bunu elə ümumi cəmliyim axırda qoyum da daha məntiqli olar. Onda deyirəm ki, NA bərabər imiş nəyə? 3x çıx 4, üstə gəlsin x plus 8-ə, yəni 4x plus 4-ə. X-in də yerinə 5 qoyanda 20 plus 4 olar 24. Y variantı. Belə qəşəng, gözəl. 20-yə keçək. A-mız, B-miz. A'-nın kənarıdır. 16 dənə element var. A-nın kənarı bu hissəni götürürəm 16 dənə. B'-B-nin kənarı, yəni A-nın qırağında 25 element var. Kəsişmədə 8 element var. Birləşmə 35-i verirmi? Bu çox güman 35-i aşacaq. Bunu da bir dənə evrensəlin içində çəkmək lazımdır. Aləm qarışmasın deyə bir-birinə. A ilə B-nin bayaqki birləşmələr verir, değil mi? 25-in üstə 16 gəlsəm, 8 yox, 35-i vermir. Boşuna yazılmışam. Buralara gəlin x, y, z deyim, daha net görəsiniz. A'-A'nın kənarı nə deməkdir? Y ilə z-in cəmi 16-dır. B'-B'nin kənarı x ilə z-in cəmi 25-dir. Bunların birləşməsi 35-dirsə, x, y, 8-in cəmi 35-dir. Bizə nə istəyir? Yəqin ki, z-i istəyəcək. A'-ilə B'-i kəsişdirmək. Baxın, A'-A'nın kənarıdır, y, z. Deyir, kəsişsin B-nin kənarı ilə x, z-lə. Buradan görürük ki, bizə z elementi lazımdır. Bu qıraqda qalan. Onun üçün də neyniyərəm? Birinci sıra ilə ikinci sıranı götürüb sistemi tərəf-tərəfə toplayaram ki, x ilə y bir yan-yana gəlsin. X, y üstə gəlsin 2z bərabər 16, 25 bizə verir 41-i. Altına da yazırıq x, y bərabər 35-dən 8-i gedir 27-si. Baxın, bu x, y-in yerinə gətirib 27 qoymaq olar axı. 27 üstə gəlsin 2z bərabərdir 41-ə. 2z-imiz bərabərdir 27-dən 41 çıxırıq 14. Z-imiz olsun 7. Bu da elə bizdən z istəyirdi bayaq. Gördünüz? Y variantı. Sonra cəma 21-ə gələk. 3 dənə ifadə bir-birinə bağlıdırsa, bunu bir k ilə əlaqələndirin. Xahiş edirik. Bir dənə k dedik. Onda nə görürük buradan? A kəsişmə B bərabərdir 4k-ya. N də yazmıram da uzatmıram. Hamı görür onu. B çıxa bərabər 3k-ya. A birləşmək B-miz də bərabər imiş 10k-ya. Bir də bunların fərqini verib. Nə qəşəng, nə gözəl. Gedək, bunu yerləşdirək. A, B. Demək, kəsişməmizdə 4k element var. B-nin qırağı 3k-dır. Birləşmə ümumilikdə 10k-dırsa, onda A-nın qırağına da qalır 3k. Çünki toplamı 10k-nı versin. A-nın qırağını da bizə göstərir 12 element. Görürsünüz?
Onda tənlik kimi 3k bərabər 12 yazaq. K'mız çıxsın 4. K'nı tapdıq. Bu da bizdən kəsişməni istəyir. Baxın, kəsişmə deyir. Kəsişməmiz də bu mərkəzdədir. Onda olur 4k bərabər 4 vur 4-dən olur 16. Y variantı. Sonra 22-də yenə evrənseldən söhbət gedir. A, B, bir dənə də ümumi evrənselin içində çəkək bunlar. Birləşmə 40-da A-nın içində 26. B iştirik nə deməkdir? B-nin kənarı x, y, z yazacağım hamısına. Heç nə qarışmasın deyə burada olsun K. A birləşmək B nə deməkdir? X, y, z-in cəmi 40-dır. A nə deməkdir? X-dan y-in cəmi 26-dır. B iştirik B-nin kənarı. B-nin kənarında 2 dənə element görürəm. X-la K-nın cəmi 24-dür. A da kəsişsin B iştiriklə. A-nın içində nə var? X, y kəsişməlidir. B-nin kənarındakı x, K ilə. Bu əgər 20-dirsə, kəsişmədə biz ancaq x-ləri görürük axı. Buradan görürük ki, x-imiz olur, sən demə 20. Onda x-in yerinə 20 qoyub bu sistemi yavaş-yavaş ortaya çıxartmaq olar. X-in yerinə 20 qoysam, y-imiz olur 6. Bura 20 qoysaq, k-mız olur 4. Gətirək, yerləşdirək. Bu 6, bu 20, bu 4 idi. Bir də biz bunun üçün cəmin 40 bilirdik axı, onda z də bərabərdir. 40-dan çıxmaq lazımdır x-dan y-in cəmin. Yəni 26-nı x-dan y. Bu bizə verir 14-ü. Z-i də tapdıq. Qəşəng, gözəl. İndi deyir ki, U-dan çıx. U nədir? Hamısının cəmi 20 üstə 6 üstə 14 üstə 4-dən çıxmaq lazımdır. A ilə B-nin birləşməsini, yəni 20 üstə 6 üstə 14. Bunlar da çıxanda 26, 14 gedər. Buradan qalar təbii ki 4. O da B variantı. Sonra 23-ə keçək. A, B-nin, C-nin, D-nin alt çoxluğudur. Gəlin bizdə alt çoxluq forması. Bunu böyük bir dənə kümə kimi çəkək. Ən böyüyümüz görürük ki D-dir. Bunun içində məsələn belə bir C olsun. Hətta rəngini də elə yazın ki fərqlənsin. Belə bir C-miz var. Onun içində bir B deyilən şey var. Bu B olsun. Bir dənə də A'mız olsun. Bu da A. Bütün çoxluqlarımız burada. İndi hərəsindən məlum məsələ elementi yazsaq daha qəşəng olar, qarışmaz. X yazaram, Y yazaram, Z yazaram, K yazaram. Yəni A-nın içində ancaq X var. B-nin içində X, Y var. C-nin içində X, Y, Z var. D-nin də içində X, Y, Z, K. Hamısı görünür buradan. Netdir və dəqiqdir. Bunu da biraz yuxarıya sürüşdürək. Bunları gördük. İndi deyir ki, D ilə C-ni də bu gördüyünüzə görə uşaqlar bu küməni yığışdırıram buradan. Hesablamamız rahat geçsin, yerimiz açılsın. Deyir D kəsişsin. D yəni nə? X, Y, Z, K kəsişməlidir C iştiriklə. Yəni C-nin kənarında nə görürəmsə. C-nin kənarı nədir? X, Y, Z-in kənarında bir dənə K görürəm də. Bu K ilə kəsişəndə məlum məsələ. Bura verir K-nı. Yəni bunun cavabı oldu K. Sonra deyir birləşsin C-dən B-ni çıxanda. B gəlib özünə aid olanları silib aparsa, kəsişmədə yəni eyniləri silib aparıq. Buradan qalır Z. Bunun yerinə yazıram Z. Deyir bu da birləşsin. Bu hissələri bir dənə təmizləyim. Qarışmaz. Demək, B kəsişsin, B-mizin içində X, Y kəsişməliymiş A-nın kənarı ilə. X-in kənarında qalan nə var? Y, Z, K var. Bunları da kəsişdirəndə bir dənə Y götürürük ortaq. Deməli, bunun da cavabı K-dır, Y-dir. Bunların üçün birləşməsi K, Z, Y mənə lazımdır. Gəlin variant üzərindən gedək. Variant üzərindən yoxlasaq, məsələn, A variantda deyir, B çıxa. B-dən A-nı çıxanda B-nin qırağında Y qalır. Bunun cavabı Y-dir. Bizə bu variant lazım deyil. Burada deyir ki, C kəsişsin, X, Y, Z. Kəsişəndə B iştiriklə, yəni B-nin qırağındakı orada nə var? Z, K ilə kəsişəndə məlum məsələ K-nı götürə bilməyəsən. Bu deyil. Sonra C variantına baxaq. D-dən çıxmalısan, C-yə aid olanları. Burada təkcə K qalır. Burada deyir D kəsişsin, X, Y, Z, K kəsişməliymiş. B iştiriklə B-nin kənarında nə görürük? Z, K-nı.
Bunun cavabı ZK olur. Bizə lazım olan bu deyil. K da lazımdır, Z də lazımdır, Y də lazımdır. Buradan amma D-dən A-nı çıxanda bax bizə bu lazımdır. Yəni X, Y, Z, K-dan bir dənə X-ini ayırırsan, Y, Z, K qalır. Düzgünü bu. Element yazsaz bu variantlar vallahi sizi çaşdırmaz. 24-ümüzə keçid alaq. Bu da yenə eyni sxem, eyni proqram qururuq. Baxaq. Burada amma demir də nəyin içindədir. Fərqli 2 dənə küme ola bilər. Bura A yazıram, bura B yazıram, X, Y, Z deyək. Deyir ki, B ilə A kəsişsin, yəni bura olsun Y. O da kəsişsin, B birləşir B iştirəklə. Yəni Y, Z birləşsə B-nin qırağı ilə, X-la, bura olur X, Y, Z. Bunun yerinə yazıram, X, Y, Z. Bunun cavabını birinci hesablayın. Burada çünki ayrı mötərizə var. Sonra keçim o birisinə. Bu kəsişmədən biz Y görürük. Birincinin cavabı bura Y-dir. İndi bunu birləşdir. A-dan B-ni çıxanda A-nın kənarında X var. İlkin cavabımız X, Y olur. X, Y də nəyin içindədir? Məlum məsələ A-nın içindədir. Yəni bizim ilkin cavabımız olmalıdır A. Sonra burada. Bu qaralanmış hissə nəyə aiddir? A ilə B-nin ortağı. Mərkəzdirsə kəsişmədir deməli. A variantı şifahi sualda. Görməyəndə element yaza bilərsiniz. İndi bu taralı alan nəyə lazımdır? Ən çox A-nın içindədir. A-nın içindən nələrsə gəlib özünə aid olanları silib aparır. Bu həm A-ya aiddir, həm C-yə aiddir. Deməli, burada bir A-C kəsişməsi baş verməlidir ortaq olaraq. Sonra nə olub? B gəlib özünə aid olanları silib aparıb. B-ni də çıxaq. A ilə C kəsişsin, B-ni də çıxardıq. 27-də demək nə var burada? A-nın da bir hissəsini götürüblər, C-nin də bir hissəsini götürüblər. Onda A ilə C-ni birləşdirə bilərik. B özünə aid olanları gəlib silib aparsa, onda C-ni də aparacaq. Və yaxud da bu variant səhvdir. B-ni yoxlayaq. B ilə C birləşsin, onda hamısını götürürəm. A gəlsin özünə aid olanları silsin, aparsın. Onda bu hissələr qaralanacaqdır. Bax buradan bu hissələr. Bizə bu lazım deyil, axı bu da səhvdir. Sonra C-yə baxaq. Deyir A ilə B, A-dan B-ni çıx. Yəni A-nın qırağını götürdüm. C-dən də A-nı çıx. A da gəlir, özünə aid olanlar aparır. Bunlar qalır qıraq. Sonra deyir ortanda birləşdir. Ay sol, bununla da bunu birləşdirəm. Düppədüz variant C-dədir. 28-ə baxaq. Çoxluq A-nın içindədir. A-dan nəsə aparacaqlar yəqin ki. Variantdan yoxlayaq. C-dən A-nı çıxanda C-nin bir kənarı qalır. Düzdür. B ilə birləşəndə amma A-nın qırağını vermir. Bu səhvdir. B variantı. B-dən A-nı çıxardanda gərək bura olsun. C ilə birləşdirəndə yenə bu hissə qalır. A-nın bir kənarı qaralanmır onda. Bu deyil. A ilə C çıxılsın. Yəni A-dan C-ni çıxardanda həqiqətən A-dan C-ni çıxardanda buralar olur. Sonra deyir kəsişsin. A-dan bir dənə də B-ni çıx. A-dan B-ni çıxardanda bura olur. Amma bunu mən necə götürüm? Bu götürməyib bax C variantında. O düz deyil. Sonra D-yə baxaq. B-dən C-ni çıxardırlar. B-dən C-ni çıxarsam onda B-nin bu qırağı gərək qalsın. Kəsişsin, yox bu deyil. Y variantına baxaq. Deyir C-dən A-nı çıx. A gəlir, C-dən çıxır. Bu hissələr aparılır. Deyir birləşsin o da. A-dan B-ni çıxartmağı. A-dan B-ni çıxardanda bu kənarlar olur. Qəbuldur uşaqlar. Məncə bunu düzgün qaralamayıb. Çünki bu hissəni də götürməlidir. Belə başa düşürəm. Ən yaxın variant Y-dir. Y götürə bilərsə, amma buranda bir qaralayaydı keşkə. 29-a baxaq. S burada yenə sayı göstərir. Gəlin bunu evrensəlin içində göstərək. A-mız var, B-miz var. Elirvə ilə. A-nın qırağında 7 dənə element. A kəsişmək B-nin alt küme sayısı 32-dirsə, 2 üstü n bərabər 32-dən biz n-i tapırıq 5 element var imiş qaydaya görə. Bir də deyir ki, A-nın içindəkilər B-nin içindəkilərin 4 qatıdır. A-nın içində mən görürəm 12 element var. 12 bərabərdir. 4 vurulsun, B-nin qırağına da x yazaq. 4 vur x, x-i tapırsam buradan 3. Bizə də nə lazımdır? A ilə B-nin birləşməsini istəyir, görürsünüz. Birləşmədə də 12 üstü 3, 15 dənə elementimiz olur. Y variantı. Bir də 30-a keçək. Buradan nə verib? A1, A2. Yəni n-in yerinə bir 1 qoyursan, bir də 2 qoyursan. Bu bizi çaşdırmasın belə yazılış. A1 nə deməkdir? Bir də deyir ki, müsbət ədədlər götürə bilərsən. Buradan n-in yerinə tam mənfi ədəd qoyma.
1 qoysam ayaqlardan söhbət gedir tabii ki. Mənfi 1-in üstü 1 bu düsturda hesablayıram. Olur mənfi 1 vur 1 bölünsün. 1-in üstə 1 gəlirəm 2 kiçikdir x o da kiçikdir. 1-i 3'ə vururuq 3 1-in üstə 1 gəlir 2. Bunu gedib hesablayanda nə deməkdir? Mənfi 2-də 1 mənfi 0.5 ilə 1.5-in aralığıdır bu a hər nədirsə. Bir də A2-yə baxaq. B deyəcəkdim. A2 nə deməkdir? N-in yerinə 2 qoysaq, mənfi 1-in kvadratı 1 vur 2 bölünsün 3 kiçikdir x, o da kiçikdir 6 bölünsün 2 üstə 1 3. Yəni bu da olacaq 3'də 2 ilə 2 arası. 3'də 2 2 arası. İndi bizə də deyir ki, A1 ilə A2-ni birləşdir. Gəl ədəd oxunda çəkim, qəşəngdə birləşdirim. Demək, mənfi 0.5-dən bizə lazımdır hara qədər? 1.5-ə qədər. 1.5-imiz burada. Bu A1-in içidir. Bir də deyir A2 3'də 2-dən, yəni burada bir yerdədir 3'də 2. Hara qədər? 2-yə qədər. Bu da A2-nin içi olsun. Birləşmədə axı biz hər şeyi götürürük. Kəsişmədə mərkəz götürdük. Onda bizim birləşməmiz olur. Mənfi 0.5, yəni mənfi 2-də 1-dən 2-yə qədər hər şeyi götürməlisən. Mənfi 2-də 1, 2 arası baxın C variantında. Güzel, tamam.